Ümumiyyətlə mənim insanlara, tutaq ki, heç vəsiqəsi olmayan, amma maşın almaq arzusunda olan insanlara məsləhətim var. Bəli, buyurun. Bəzi insanlar, Ceyhun, bilirsən necədir? Arzuya çatmağın yollarını bilmirlər. Onlar elə bilirlər ki, bizə nə fikirləşirlər? Vəsiqəm yoxdur, maşın sürə bilmirəm. Ha vaxt maşına imkanım olar almaq, onda da vəsiqə alarım. Elə onlar həyatı boyu almırlar. Deməli, məqsədə doğru, bax, tutaq ki, beyninizdə var da maşın almaq. Məqsədə doğru belə məqsəd yönlü hərəkət etmək lazımdır. Tutaq ki, bugün sizin heç maşın almağa pulunuz yoxdur, amma böyük həvəsiniz var. Sürücülük vəsiqəsi alın, hazırlaşın, imtahan verin, vəsiqə alın. Sonra imkan biraz oldu, kurslara gedin, maşın sürməyi öyrədin. Və göydən Allah baxır. Və baxır ki, hansısa pis sürənin əlində bahalı maşın var. Amma bu bəndəmin, bax bu yazıq bəndəmin əlində vəsiqə də var. Bu onun deməli maşın sürməyi də var. Tam hazırdır yollara. Bunun maşını yoxdur. Ay qardaş, belə ədalətsizlik olmaz. Mən buna maşın üçün pul göndərəcəm. Nəsə var, belə bir qüvvə var. O qədər həvəsə gətirdiniz ki, insanlara, dinləyicilərə. Məqsədə gedən insan məqsədinə çatır, onu demək istəyirəm. Bax, bu da məsləhətim.